Bunu da vurğulayıram. Mətni adlandırmağın üzərində çox düşünmə. Onu sona saxla. İstəsən də, istəməsən də onun cavabı özü çıxacaq. Necəmi? Məsələn, sən mətni işlədikcə artıq mətnin mövzusuna hakim olacaqsan. Mətnin nədən söhbət getdiyini biləcəksən və mətndə mövzuların və xarakterlərin necə hadisələrlə baş verdiyini bilmiş olacaqsan. Və bu sayədə də istər-istəməz sən mətnin adlandırma sualını yaza biləcəksən. Bu listeningdə də keçərlidir. Listeningdə də çalış ki, adlandırma sualını listening müddətində yox, listening bitdikdən sonra işləyəsən. Çünki onu istəsən də, istəməsən də işləyə biləcəksən. Çox rahat bir suala çevriləcək. Öncədən ona çox vaxt itirmə. Əvvəl dediyim kimi, açıq suallarla başla. Açıq suallarla başlamaq yaxşıdır ki, qapalı suallar zaten rahatdır, açıq suallar isə 2 qat bal verir. Məsələn, söz dəyişmə sualıdır. Sənə cümlə verirsə, sən oradakı sözləri dəyişdirməlisən. Məsələn, 2 söz, azı. Orada deyir azı 2 söz, deməli mən 2 söz dəyişdim. Xeyr, belə söhbət yoxdur. Bacardığın qədər 3 söz, 4 söz